pasiyentdə vaginal daralma proseduru icra olunacaq və vaginal daralma təbii doğuşdan sonra aparılır. Əslində belə deyək, aralıq nahiyəsində müəyyən qədər yırtıq sahəsi də var. Amma biz indi bu dəqiqə bu proseduru eləyirik ki, vaginanı daraldaq. Üçüncü uşaq dünyaya gətirəndən sonra isə aralığın bərpası da olacaq. Sadəcə olaraq bizim planımızda üçüncü hamiləlik olduğu üçün hələ ki lazerlə vaginal daralma icra edirik. Çünki lazerlə etdikdən sonra təbii doğuma icazə verilir və prosedurdan sonra bir aydan sonra bizdə ikinci seans icra olunacaq və bir də sizə deyim ki 4 günlük sizə yəni cinsi diyet təyin olunur. 4 gün cinsi münasibətdə ola bilmərsiniz və artıq 4 gündən sonra münasibətdə olanda belə fərqi hiss edəcəksiniz. Yəni kollagenizasiya bir ay ərzində tam başa çatacaq, tam effektimiz bir ayın tamamında olur. Onda artıq ikinci seansa gələcəksiniz. Siz təbii doğuş olduğu üçün sizə 3 seansın 3'ü də məsləhətdir yəni. Yaxşımı? Belə başlayalım.